Salam, 11-ci siniflər üçün olan 20 sınav imtahanına baxırıq. İkinci sınavdayıq. Əvvəlcə siz suallarla tanış olub, sonra listeninqə qulaq assanız daha yaxşı olar. Ancaq mən vaxt itirmədən listeninqə qoyuram. Qulaq asırıq. Listen to the passage and answer the questions from 1 to 6. The United Arab Emirates, UAE, is a country with a lot of oil. Oil brings the country billions of dollars each year. However, engineers are now building a new city that uses mostly solar energy for its power. Because oil will not last forever. The city is called Masdar and it is about 32 kilometers from Abu Dhabi, one of the largest cities in the UAE. If it succeeds, Masdar will be the first city in the world that uses little or no oil. There are no cars on the streets of Masdar. Because the city is so small, people can walk to most places. If they get tired, they can use the PRT, Personal Rapid Transit. These small, solar-powered cars move underground like a subway. The cars have no drivers. Masdar will reuse as many resources as possible. It will reuse most of its water and change its waste into more energy. People in Masdar are even using building materials that they can reuse in the future. If Masdar succeeds, there could be other low-energy cities around the world in the future. Masdar will be a global destination for tourism. Bəli, suallara baxırıq indi. What's the passage mainly about? Mətn nə haqqındadır? A city with alternative energy. Bəli, alternativ enerjisi olan şəhər. Bilirik, qələmiz bilirik. Bəli, cavabımız eybəndi. The history of Masdar. Masdarın tarixi yox. The United Arab Emirates. Birləşmiş Ərəb Əmirlikləri, the largest city in UAE, Ərəb Əmirliklərinin böyük şəhəri, the oil industry in Masdar. Masdarda olan neft sənayesindən danışmır. İkinci suala baxırıq. Which statement is true according to the passage? Mətnə uyğun olaraq düzgün cavabı seçirik. Deməli, Abu Dhabi will have personal rapid transit. Abu Dhabi'nin şəxsi inkişaf transiti var. Yox. The UAE earns billions of dollars from solar energy. Güneş enerjisindən milyonlarla dollar qazanır. Masdar will use oil to produce electricity. Masdar elektrik istehsal etmək üçün neftdən istifadə edir. Xeyr, most people in Masdar will use their own cars. Öz maşınlarını istifadə etmir deyir daxı. The cars in Masdar will move underground. Bəli. Masdardakı maşınlar yer altında gedəcək. Üçüncü sualımıza baxırıq. If Masdar is successful. Əgər Masdar uğurlu olarsa, Masdar, yəni bu şəhər. Most cities will use oil for energy. Şəhərlərin çoxu enerji, neftdən enerji mənbəyi kimi istifadə edəcək. Xeyr, solar energy will almost never be used. Güneş enerjisi bir də heç vaxt istifadə olunmayacaq. Oil will bring a lot of money to the country. Neft ölkələrə çox pul gətirə bilər. Yox, future lower energy cities may be found all over the world. Bəli, gələcəyin daha az enerji şəhərləri bütün dünyada yayıla bilər. The cars will not need drivers. Maşınların sürücülərə ehtiyacı olmayacaq. Dördüncü sual baxın. Why is the UAE building a new city using mostly alternative energy? Niyə Ərəb Əmirliklərinin binalarında Ərəb Əmirlikləri yeni binalar tikərkən alternativ enerjiden istifadə edir?
Because it can be nə olsun, diminished, azala bilər, verə bilərsiniz. It can be disappear, yox ola bilər. 5-ci suala baxırıq. Even reusable building materials, hətta yenidən istifadə olunan materiallar, orada nə deyirdi? Materiallar da reuse olunur deyirdi. Even reusable building materials reuse, yəni yenidən istifadə olunan bina materiallar da yenidən istifadə olunur. Yəni binanın materialını da elə bir şeydən tikirlər ki, yenidən istifadə edə bilsinlər. Write one adjective from the passage that describe the word destination. Destination sözü ilə işlənən sifət global dedi. Global destination. 7-ci suala baxırıq. The information obtained from the business owners. Baxın. Information sayılmayan isimdir və ona görə də tək verməliyik xəbəri. Have been cəmdədir. Were cəmdədir. Is və was. Will'dən sonra da be olmadığı üçün səhv şey hesab olunur. Cavabımız B bəndi. 8-ə baxırıq. What did you use from scientist notes? Baxın, yadınızı saxlayın, işarə əvəzliklərinin İşarə əvəzlikləri ilk gələn fe'l əsasına götürülür. Scientist sözü təkdədir. Ona görə təkdə olan işarə əvəzliyi verməliyik. Burada i getdi, b getdi, e getdi, z hər ikisi arasına qalır. İkinci tərəfi isə artıq ikinci isimlə götürürük. Notes cəmdə olduğu üçün burada da cəm olan z-i götürürük. Yəni birinci tərəfi birinci ismə görə, ikinci tərəfi isə ikinci ismə görə götürülür. Buna diqqətli olun, bu imtahana düşən bir şeydir. Uşaqlar da çox vaxt qarışıq salır. 9-cu suala baxırıq. The presence of certain bacteria in our bodies. Baxın, bunu da hər videomda demək olar ki, deyirəm. Diqqətli olun. Of sözünü var. Sözündən əvvəlki sözə baxırıq. Təkcəsə xəbərimiz tək, cəmsə cəm veririk. Burada presence təkdədir. Ona görə tək götürməliyik. Were-lər getdi. Is-ra will be arasına qalırıq. Davam edirik. The presence of certain bacteria in our bodies is one of the factors that determines our overall health. Deməli, bədənimizdəki bakteriyaların varlığı bizim bütün sağlamlığımızı müəyyən edir. Bəli, İbəndi. 10-cu sual baxırıq. Let each of the engineers prepare his own project. Bəli, icazə ver, hər bir injiner özü öz proyektini hazırlasın. Davam edirik. 11-ci suala baxırıq. Bəli, davam edirik. 11-də qalmışdıq. Mary is the only one of our students who have achieved gold medal. Səhvdir. Burada Mary is the only one of our students who have, who has olardı. Tim söhbət Mary'dən gedir, tək adamdan gedir. The computer menu which contains, baxın menü təkdədir, contains təkdədir, 2 düzgündür. Neither the explorer nor his companions were ever seen again. Yadınızı saxlayın. Sonuncu isimlə uzlaşır. Neither nor cümlələrində xəbərimiz düzgündür. 3, 2, 3, 4-ə baxırıq. Statistics are, yox, is olmalıdır. Writing requires creativity and practice. Bəli, 2, 3, 5. 12-ci suala baxırıq. Luckily. Luckily xoşbəxtlikdən deməkdir. No children in my group caused any problem to organize a graduation party. Məzuniyyət partisi üçün heç bir uşaq problem yaratmadı. Xoşbəxtlikdən yaratmadı. Some children olmaz. Bəzi uşaqlar xoşbəxtlikdən problem yaratmadı. Bəzi yox, xoşbəxtlik varsa, deməli bütünlük bir anlayışı var burada. Most of the children in my group caused any problem.
Deməli, no, bir no-nu verə bilərik, bir də none-ı da. Neither olmaz, most of da olmaz, tərcüməyə də heç bir uyğun gəlmir. Cavabımız 1, 3. 13-ə baxırıq. The quality of our students' assignments. Yenə də sözünü məsələsi, sözündən əvvəlki sözə baxırıq. Quality təkdədir, ona görə də tək xəbər veririk. Have olmaz, are olmaz, were olmaz. Will, be-si yoxdur, cavabımız has. 14-ə baxırıq. Young people who face sleep problems is. Baxın, xəbərimiz is-dir. Xəbər təkdədirsə, bura a lot of verə bilmərik. A number of verə bilmərik. Most verə bilmərik. Qaldıq ki variant arasında. The number of young people who faces or face. Yadınıza saxlayın. A number of'un xəbəri tək olur. The number of'un xəbəri cəm olur. Cavabımız face. Yox. The number of xəbərimiz təkdədir. A number of cəmi düzülmür. Niyə qarşı saldım? The number of young people who face sleep problem is rising nowadays. Yuxu problemi olan yüzlərlə bir sıra gənclər bu günlərdə artır. 15-ci sualımıza baxırıq. Mrs. Brown asked the journalist. Journalist sözü təkdədir. Ask sözü xəbərdən sonra tək gəlməlidir. Əvəzimiz about the women's league. Lig isə ligidə təkdədir. Askdan sonra obyekt forma gəlməlidir. Deməli cavabımız i bəndə olacaq. Mrs. Brown asks him about it. Mrs. Brown onun haqqında sual verdi. He olmaz, obyekt aldır. Hers olmaz. Çünki isimsiz forma deyil. İsimli formadır. Them olmaz, cəmdə deyil. They olmaz isə şəxs əvəzi olmaz. 16-cı suala baxırıq. Choose a correct sentence. Düzgün cümləni axtarırıq. A virus in all the company's computer is a real threat to security. Düzgündür. Virus in sözünü var. Sözündən əvvəlki söz və xəbər. Problem yoxdur. Burada bir düzgündür. 2-yə baxırıq. Domestic cats and dogs needs enough care and attention. Domestic cats and dogs niyə needs? Need olmalıydı. The members is olmaz. Are. The employees of the organization have an interest in the success of the project. Bəli, heç bir problem yoxdur. Eybəndi. 17-ci suala baxırıq. People are born lucky. People cəmdədir. Hamısını cəmdən edə bilərik. Davamına baxaq. While the other or others. Bəli, others olmalıdır. Çünki isimsiz formadır. Everybody'dən sonra have olmaz. Neither'dan sonra have olmaz. The others. Niyə the others? Cavabımız bir bəndi. Some people are born lucky while others have to work hard for everything they get. Bəzi insanlar uğurlu dünyaya gəlir, bəziləri isə uğurlu da olur, şanslı da olur, bəziləri isə hər şey əldə etmək üçün çox əziyyət çəkir. 18-ci suala baxırıq. To keep all these people waiting is düzgündür. These candidates supporters are düzgündür. The slaughter has olmalıydı. News is olmalıydı. 19-cu suala baxırıq. Deməli, burada cavab arayalım. The police needed details. Deməli, polis sözündən söhbət gedir. Needed details could help identify the robbery. That needed details that could help ola bilər. Which could ola bilər. Bəli, detail what ola bilməz. Çünki təmirat cümləsinə what işlənmir. Heç nə verə bilmərik. Who ilə isə canlı lazım idi bizə. Cavabımız 2 və 5.
20-ci suala baxırıq. Choose a correct sentence. Storms that can occur during winter cause deep snow avalanche. Storms that occurs. Storms da cəmdə occur olmalı idi. Most of the people in the group work continuously. Bəli, düzgündür. The causes of the spread disease are: one of the world's leading scientists still has trouble speaking in public. One var. The weather in mountainous regions are very cold during winter. The weather is olmalıydı. Sözündən əvvəlki söz yenə də xatırladıram. 20-ci suala baxırıq. Of the restaurants delivers anyway. Anyway varsa, any varsa deməli nəsə inkarlıq anlayışı var burada. So we have to choose another. Bəli, neither və another. Heç bir restoran çatdırılması yox idi və biz məcbur olduq, başqasına müraciət etdik. 22-ci sualımıza baxırıq. Choose a correct sentence. Reading books. Baxın, bunu əvvəlki videolarımda qeyd etmişəm. Reading ing olarsa cümlədə, yəni gerund olarsa cümlənin əvvəlində, bu zaman xəbər müstəqil olmalıdır. Allow verib səhvdir. The book, including all the chapters in the first section, is boring. 2 düzdür. The number of crimes in New York has increased. Most of my life was spent on studying. Bəli, 2-4. Mətnə baxırıq. Terraforming Mars means changing it from planet where humans can't live to one where they can. Terraforming Mars planeti insanların yaşaya bilməyəcəyi bir yerdir. This big project will make Mars more like the Earth by transforming its climate, air, surface. Deməli, bu böyük proyekt Mars'ı yer kürəsindən daha yaxşı hazırlayır, iqliminə görə, havasına görə, yerinə görə. Mars has some good things that make it the best choice for terraforming. Mars ən yaxşı seçim. Bəzi yaxşı seçimlər var ki, terraforming üçün. It has water and its past suggests it had a thick atmosphere like the Earth. Deməli, orada da su var və yer kürəsindən biraz qalın atmosferi var. Keçmişdə bunu təklif edirlər, passages. But there are difficulties too. Ancaq onun çətinlikləri də var. Mars has low gravity, toxic soil, less sunlight and no magnetic field like the Earth. Marsda aşağı gravitasiya var, cazibə var, zəhərli torpaq var, sunlight, günəş işığı çox azdır, magnetik sahələr yer kürəsindəki kimi deyil. Yer kürəsində yəni yoxdur. As our population grows, we might need to live on planet like Mars. Əhalimiz artdıqca biz də Mars planeti kimi yaşamaya ehtiyacımız olacaq. This could help us to consume the energy and materials in our solar system. Bu bizim enerji və materialımızı Günəş sistemində istehlak edəcək. However, a group of people argue if we can make Mars livable with today's technology. Baxmayaraq ki, bugünün bir qrup insan bugün Marsda həyatın olub-olmadığı barədə mübahisə edir. Some worry about the high cost and if it is right to change a planet so. Bəziləri isə çox yüksək dəyərə görə narahatdır əgər biz planetimizi belə dəyişsək. But others think it will ensure humanity's future by settling on other planets. Bəziləri isə düşünür ki, bu gələcəkdə başqa planetlərdə insanların yerləşməsini sığortalayır. However, there are risks to. Baxmayaraq ki, risklər də var. If Mars has any native life, terraforming could harm or even destroy it. Əgər Marsda native doğma həyat varsa, bu zaman terraforming çox ziyan verici və dağıcı ola bilər. So, terraforming Mars could make it
the second home for humans, but we must be careful not to harm any life that might already be there. Ve biz insanlar için ora ikinci bir vətən ola bilər. Ancaq onlar diqqətli olmalıdırlar ki, çox ziyan vurmasınlar. The passage is mainly about Metin ne hakkındaydı? The planets of our solar system, bizim güneş sistemimiz hakkında. Yok. The population of Mars, Mars'ın əhalisi hakkında. The future of humanity, insanlığın, bəşəriyyətin gələcəyi. Climate change on Mars, Marsda dəyişən iqlim. Making a planet livable, bəli, hər hansı bir planeti yaşaya bilən etmək. İbəndi. Keçək digər suallarımıza. 24'de. Which statements are true according to the passage? Mətnə uyğun olaraq hansı düzgündür? Mars has a thick atmosphere which makes it livable. Xeyr. Yaşayışı çətinləşdirən atmosferi var Marsın. The climate of Mars will be Earth-like after terraforming. Marsın iqlimi yer kürəsi kimi terraforming ola bilər. 2. Düzdür. The existence of water makes Mars the best candidate for terraforming. Düzgündür. Suyun mövcudluğu orada yaşayışı candidate ola bilər. Kandidat. Kandidat neydi dur içində? Unuttum bax. Yanınızda işte şərhlərdə yazarsınız. Candidate. Namizəd. Hatırladım. Deməli, cavabımız 2-3. 25-ci suala baxırıq. Choose a correct answer to the question according to the passage. What are the disadvantages of Mars? Mars'ın disadvantage, yəni üstün olmayan cəhətləri. Mars doesn't get enough sunlight. Bəli, kifayət qədər günəş işığı yox idi. Gravity of Mars is too high. Xeyr, orada gravitasiya yoxdur. The solar of Mars is poisonous. Bəli, zəhərlidir. Solid magnetic field is characteristics for Mars. Yox. 26. suala baxırıq. Choose a correct variance that completes the statement according to the passage. Terraforming Mars is necessary because it is easy and cheap. Yox. Ucuz deyil. Our population grows. Əhalimiz böyüyür. It has better conditions as the Earth. Yer kürəsindən daha yaxşı şərait var. Yox. Yer kürəsindən yaxşı şərait yox idi. We will have access to the energy of our solar system. Bəli, we need a new planet as a home. Bəli, 2, 4, 5. 27. suala baxırıq. Baxa bilsək. How can we protect our planet? Biz planetimizi necə qoruya bilərik? Baxaq mətnimizə. Baxın. Mətnə baxalım. Make Mars. Terraform Mars means where humans can live one way they can the transforming. There are difficulties to Mars has low gravity. Biz qoruya bilərik. Sadəcə özümüzdən mi yazmalıyıq? Write answer to the question by expressing your opinion according to the öz fikirlərimizi yazırıq. Bu daha asandır. How we can protect yazaq da we can neyə bilərik? We can save the water, məsələn suyu qoruya bilərik və yaxud da we can water, sonra meşələrimizi qoruya bilərik. Save our forests. Öz fikirlərinizi belə yaza bilərsiniz. Or prevent pollution, çirklənmənin qarşısını ala bilərik və s. etc. İstədiyinizi də yaza bilərsiniz, deyə bilərsiniz. Bu artıq sizin şəxsi fikrinizdir. İndi mən bunu götürə bilsəm. Nəsə. Bunu getirib bura qoyaq. Some people aren't certain about the possibility of nəyin Marsdakı həyata inanmır da insanların çoxu.
the possibility of life verək. Life, gravity in Mars. Mars'ta olan həyata, gravitasiyaya inanmırlar. Geç görək. Write the close meaning of the word to insure. Insure sözünə yaxın olan söz. Sığorta. Neydi sığorta? Bir dəqiqə. Insure. Bəli, davam edirik. Orada qalmışdıq. Insure, bəli. Insure sözünün sinonimi make sure, make certain ola bilər. 30 sual baxırıq. Write the word from paragraph 1 which best fits the force that attracts an object towards the center of the earth. The force that attracts an object towards Somewhere about Hercules, the right to change your planet, so bir dəqiqə baxaq. Bəli, the force that attracts an object towards the center of the earth, it can be transform etmək. Nəysə, yer kürəsinin mərkəzindən daha kənara güclə itələmək mənasında. Belə. Bəyəndisə, like etməyi unutmayın. Əgər suallarınız varsa şərhlərə yazın. Böyük məmnuniyyətlə cavablandırmağa hazıram. Hələlik.